Traderlar, bugünkü təlim videomuza xoş gəldiniz. Uşaqlar, bu günləri mən sizə qapı izah edəcəm. Ümumiyyətlə qapı nədir və qapıdan necə istifadə etmək olar və biz bu strategiyanı necə uğurlu əməliyyatlar aça bilərik. Mənə görə qapı uşaqlar biraz risklidir, amma riski sevən insanlar üçün uşaqlar hər yerdə uğur var, amma ağıllı riski əlbəttə ki. Uşaqlar, ümumiyyətlə qap iki qiymət arasındakı dəyişikliyə, boşluq zonasına, yəni bildiyimiz kimi qap zonası gedir. Yəni qapların növləri var, bir çox növləri var, hansı ki, bunlardan da istifadə edib əməliyyat aça bilərik. Misal üçün, standart bildiyimiz qap var, boşluq yaradaraq və yaxud da ki, breaker və belə deyək, qapı var, hansı ki, trendin yönünü dəyişir. Amma geri korreksiya etmələr də mövcuddur uşaqlar bu qapıların və sizə belə bir burada izah edim. Buradakı boşluğu diqqətlə baxın uşaqlar. Burada qırılma boşluğu yanıb, sahə boşluğu yanıb. Bu sahədəki boşluğu korreksiya edərək, yəni geri dönüş edərək doldurmasını edirlər. Amma trend yönünü dəyişib və aşağı doğru əməliyyat rahat şəkildə açmaq olar. Yəni qapıdan bu şəkildə istifadə etmək olar. Ümumiyyətlə qapın yaranması uşaqlar bir çox xəbərlərə baxır və yaxud da ki, hər hansı bir valyutanın belə deyək, əgərlə valyuta ticarət edirsə, valyutadan nəzər edirəm sizə, arasındakı boşluq yaranır. Yəni bildiyimiz kimi yaxud da ki, güclü bir xəbər olarsa bu yaranır və valyuta üzərində deyirəm, açılış və bitiş saatlarına uyğunda burada belə bir boşluq qiymət dəyişikliyi yarana bilir. Ona görə qapılardan istifadə etmək olar, bəli olar, amma yenə də ən çox sizə tövsiyə edirəm ki, uşaqlar siz çalışasınız ki, qapılar yarandısa, korreksiyasında deyil də trendin yönünü dəyişdiyi istiqamətə əməliyyatlarınızı icra edin. Çünki qapılar yarananda uşaqlar biz qırılmanın, qopmanı müşahidə edirik və həmin qırılmalı qopmadan sonra trend yönünü dəyişdiyinə görə biz çalışıb ona uyğun əməliyyatlar icra etməliyik. Ona görə diqqətli şəkildə analiz etmək lazımdır. Əgərləri bir əməliyyatında sənin qopma baş veribsə, səni stop edibsə, çalış onun əksinə olaraq, yəni trend yönünü dəyişibsə, onun əksinə olaraq burada da mövcuddur, burada da yaranır boşluq və yaranan boşluqdan korreksiya olaraq yaralanmaq lazımdır və yaxud da ki, trendin yönünü dəyişdiyinə görə bir aşağı bir əməliyyat icra edə bilərik. Biz keçək hər hansı bir valyutalarda biz gəzişək, görək nə baş verir burada. Sizə bir şey daha göstərmək istəyirəm əlavə qap olaraq. Tamam, keçmişə gedək, görək nə var burada. Varmı yoxsa yox. Burada da var. Diqqətlə baxsınız uşaqlar, burada qopma baş verib, korreksiyanı doldurmasını edib, şam fitil ataraq doldurmasını edib və aşağı doğru gəlib. Yəni, buradan biz sadəcə korreksiyanı gözləyib, korreksiyadan sonraki əməliyyatımızı icra edə bilərik. Mən şəxsən qapla ticarət etmirəm, prosta məlumat olaraq deyirəm ki, qap bu işlərə yarayır, qapın açılıb bitməsi var. Yəni, qiymət arasındakı boşluğa belə deyək, qap deyilir və trading sayəsində bundan da məlumatınızın olmağı çox gözəldir ki, ən azından siz bu qapın nə işə yaradığını və hansı hallarda baş verdiyini siz rahatlıqla belə deyə bilə biləsiniz. Bizim də sahəmiz sizə buradakı məlumatları ötürmək və ən azından da xırda bilgi də olsa məlumat olaraq bunu sizə çatdırmaqdır. Və burada da yaranıb qapdır. Görürsünüz uşaqlar, burada da yaranıb boşluq və hər dəfəsində fikir göstərirəm sizə. Korreksiya edir, trend yönünü dəyişir və rahatlıqla əməliyyatımızı aça bilərik. Düzdür, indi oturub sən bu qapının açılıb bitməsi ilə əməliyyatlar açmalı deyilsən də, sadəcə əgərləri hər hansı bir valyutada, hər hansı bir coində və yaxud goldda, gümüşdə nə də edirsənsə, belə bir yaranma baş veribsə, bundan yararlanmaq üçün deyirəm ki, siz də belə bir strategiyadan uğurlu əməliyyatlar aça bilərsiniz. Baxın, misal üçün deyək ki, bizdə burada trend aşağıdır, düzdürmü? Burada trendimiz fikir veririk, burada trend bizdə aşağıdır və yaxınlaşaq. Və biz nə görürük? Burada eyni qaydada uşaqlar qopma baş verib, iki qiymət arasındakı dəyişiklik və nə edib? Korreksiya edib, doldurub və longlar gedib buradan. Fikir verirsiniz uşaqlar. Gəlin bunları silək, rahat şəkildə görə bilək. Qaydaq. Yəni, buradan qırılma baş verib və fikir verirsiniz uşaqlar, long əməliyyat icra olunub. Yəni, trend buradan yönünü dəyişib. Eyni qaydada dəstək və belə də dəstək və direnç zonasını da qırıb
və rahatlıqla yuxarı bir əməliyyat icra edə bilərik. Keçək hər hansı birinə. İnşallah özüm belə geniş izah edirəm ki, aydın olsun ki, yəni bir dənə qapıdan qırılma zonasından nəsə izah eləməyim sizə, ən azından burada başa düşə biləsiniz. Eyni qaydada biz də görürük ki, burada belə bir trendimiz var. Belə bir aşağı düşüş trendimiz var və qırılma baş verib. Diqqətlə baxırsınız inşallah, qırılma baş verib, amma bu əksin eləyib. Doldurması nə edib? Və öz bildiyi kimi trendini yaradıb və yuxarı doğru gedib. Ona görə diqqətli şəkildə baxın. Əlbəttə ki, heç bir strategiya olsun, yəni fərqi yoxdur. 100% işə yarayan bir şey yoxdur. Çünki 100% işə yarayan bir strategiya olsaydı hər kəs qazanardı. Sadəcə eyni qaydada dediyim kimi disiplinli şəkildə ticarətinizi gerçəkləşdirirsiniz. Yəni bu dediyim qapılar da 60-70% bizim hər hansı bir strategiyamıza təbliğ edə bilərik və bundan da biz uğur əldə edə bilərik. Sadəcə xırda bir məlumatdır. Ötürürəm ki, bu haqda da bir geniş də olsa məlumatınız olmuş olsun. Yəni kimsə soruşanda ki, qapı nədir? Ən azından burada mən sizə göstərirəm ki, real olaraq göstərirəm ki və təlim xarakteri izah edirəm ki, məlumatınız olsun. Ümid edirəm inşallah bu video ən azından da olsa sizə dəstək olacaq, hansı ki, sizin əməliyyatlarınızda sizə köməkliyi ola biləcək. Daha çox uğur əldə edərsiniz inşallah. Oldu uşaqlar, özünüzə müğayət olun. Allah amanında başqa bir videoda yenidən görüşmək ümidi ilə.